Seyyidimiz, Mevlamız, ağamız, sahibimiz, gözümüzün nuru, kalbimizin sevinci, Allah'ın yeryüzünde sonuncu hücceti, İmam Zaman ağanın salamatçılığına ve zuhurunun təcillinə xatir salavat çekilir. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve khayrun nasirin ve mu'min. Sümme salatu ve selamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve şefii zunubina ve tabibi nufusina Ebil Qasimil Mustafa Muhammed الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله الحكيم في كتاب الكريم بعد بسم الله الرحمن الرحيم ولتكن منكم أمة يدعون إلى الخير ويأمرون بالمعروف وينهون عن المنكر وأولئك هم المفلحون. Sadaqallahu al-aliyyul azim. Esselamu aleyke ya Eba Abdillah ve alel arvahilleti hallet bifinaik. Aleyke minni salamullahi abeden ma bagitu ve bagiyel leylu vel nahar ve la cealehullahu ahiren ahdi minni li ziyaretikum. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Allah bu azadarlığımızı qəbul etsin. Bu azadarlığın Allah yanında qiyməti çoxdur. Allah Teala bu İmam Hüseyin azadarlığına böyük bir savab verir, böyük bir əcr verir. Yəni hədislərdə var ki, bu azadarlıqda iştirak eləmək insanın bütün kiçik və böyük günahlarının bağışlanmasına səbəb olar. Bu azadarlıqda bir damcı gözyaşı tökənin bütün günahları bağışlanır. Yəni buradan evə gedəndə sanki anadan təzə doğulursan. Bütün günahlarını Allah sana bağışlayır. İmam Hüseyin azadarlığının bərəkətidir bu. Bu günlərdə dünyanın hər yerində İmam Hüseyin Aleyhisselamın azadarlığı keçirilir. Keçən söhbətimizdə buna işarə elədik ki, üstündən 1400 ildən çox keçməsinə baxmayaraq, bugün də İmam Hüseyin azadarlığı öz yeniliyini, öz aktuallığını saxlayır. Dünyanın hər yerində bu azadarlığı keçirirlər. Bu neçə gündə biz də elə bu kəndlərdə azadarlıqda xidmət elədik müminlərə. Dünən gecə mən Xırmandağı kəndinə çağırmışdılar. Mən orada Xırmandağı kəndində müminlərdə o İmam Hüseynə olan eşq məhəbbəti gördüm. Əbəlfəzdən danışmaqmı istədilər. Əbəlfəz müsibətindən mən oradan danışanda gördüm o balaca uşaqlar elə yana-yana ağlayırlar. Mənə o eşq, o məhəbbət həqiqətən mənəvi təsir qoydu. Yəni bu o halaldan böyüyənlər bilərlər İmam Hüseyin azadarlığı, İmam Hüseynə məhəbbət. O haramdan dünyaya gələn heç vaxt yox, İmam Hüseyin azadarlığı xoş gəlməz. O ağlaya bilməz bir müsibətə. O kimin qəlbində məhəbbət varsa, Allah ata-babalarımıza rəhmət eləsin, onların yanında elə Hüseyin adı çəkəndə onlar ağlayardılar. Elə bir dənə Hüseyin deyəndə o qədər məhəbbətləri vardı, elə bir dənə Hüseyin adı çəkəndə onlar göz yaşı tökərdi. Bu qədər məhəbbətləri vardı. Mən yəni o eşqi, məhəbbəti orada gördüm. Bu İmam Hüseyin məktəbində əlbəttə göz yaşı tökməklə, azadarlıq eləməklə İmam Hüseyin məktəbini də dərk eləməliyik. Kör-körana azadarlıq imama lazım deyil, heç ki Allaha lazım deyil. Biz bu məktəbi dərk eləməliyik. İmam Hüseyin niyə şəhid oldu? Bunu hamı bilməlidir. Keçən söhbətimizdə də buna işarə elədik ki, bu məktəbdə hər cürə dərslər var. O dərslərdən biri də azadlıqdır. İmam Hüseyin məktəbində İmam Hüseyin Aleyhisselam azadlıq dərsi verdi.
İslam sanki bir ağacdır ki, o qurumaqdaydı. Qurumaqdaydı. Yəni İmam Hüseyin Aleyhisselam və onun vəfalı dostları öz qanları ilə bu İslam ağacını suvardılar. Yəni İslam dini aradan gedirdi. Allah Yezdə lənət eləsin. O eş, işrət içində yaşayan biri, zinakar, qumarbaz, şərab içən idi. Yəni İslam dini əgər onun rəhbərliyi ilə geçsə, əlbəttə ki, o İslam dini aradan gedəcəkdir. Elə İmam Hüseyin öz dili ilə desək, çoxdan o İslam dininin fatihəsi verilmişdir. Həmin İslam dini çoxdan aradan gedərdi. Yazırlar alimlər ki, Əhl-i Sünnə alimləri də bunu yazırlar. Bir dəfə Yezid o qədər şərab içmişdi gecə, səhər duranda sübh namazını 4 rükət qıldı. Ona dedilər ki, sən sübh namazını 4 rükət qıldın. O dedi, eybi yoxdur, 2 rükət də qılar gitti. Yəni, xəlifə bu olsa, İslam dininin xəlifəsi bu olsa, o İslamdan nə gözləmək olar? Və İmam Hüseyin Aleyhisselam da əgər ona beyyət eləsəydi, hamı elə bilərdi ki, yəqin ki, haqq xəlifə odur ki, imam ona beyyət elədi. Ona görə imam ona heç vaxt beyyət elə bilməzdi. Ona görə buyurdu ki, heyhat mindən zillə, zillət bizdən uzaqdır. La yubayi'u misləhu. Mənim kimilər heç vaxt onun kimilərə beyyət eləməz. İmam demədi, mən ona beyyət eləmərəm. Dedi, nə qədər mənim kimi insanlar var, yəni olacaq, olub və olacaq. Nə qədər mənim kimi insan, azadlıq sevər insanlar olacaq, onlar heç vaxt Yezid kimi insanlara beyyət eləməzdir. Ona görə o azadlıq dərsi verdi. Alimlər bir misal buyururlar, yəni bu təmsil formasında da olsa, bu azadlığı başa salmaq üçün çox gözəl misaldır. Alimlər misal buyururlar, deyirlər, bir nəfər evdə qəfəsdə tutuquşu saxlayırdı. Bir gün gəldi, öz tutuquşuna dedi ki, mən Hindistana gedirəm. Hindistan tutuquşuların məskənidir. Mən Hindistana gedirəm. Səndən oradakı tutuquşulara nə deyil? Bu qəfəsdəki tutuquşu deyir ki, məndən oradakı tutuquşulara salam deyərsən. Bu adam gəlib Hindistanda tutuquşuların yerini tapır. Görür ki, bir dənə ağacdır, bəlkə 2000 dənə tutuquşu var ağacda. Və qışqırır, deyir ki, ay tutuquşular, mənim evdə bir dənə tutuquşum var, o sizə salam göndərdi. Bunu deyəndə, o ağacdakı tutuquşular hamısı düşür yerə ölür. Bu kişi qorxur, görür ki, öldülər və məni tutarlar, tez qorxur, qaçır öz ölkəsinə, gəlir evə, qəfəsdəki tutuquşu soruşur ki, nə oldu, mən salamımı onlara çatdırdım. Dedi, bəli, sən salamını onlara çatdırdın, amma onlar hamısı düşdülər, yerə öldülər. Onu deyəndə, bu qəfəsdəki tutuquşu da başını qoyur, ölür. Görür ki, bu da öldü. Qəfəsi açıb, bunu pəncərədən bayrağı atmaq istəyəndə, tutuquşu uçur, oturur ağacdan. Deyir ki, bəs sən ölmədin? Deyir, yox, mən ölmədim. Mənim oradakı dostlarım mənə öyrətdilər ki, azadlığa çıxmaq istəyirsənsə, ölməlisən, sonra azadlığa çıxmalısın. Ölməsən, azadlığa çıxa bilmərsən. Salavat zikr edir. İmam Hüseyin Aleyhisselam da öz şəhadəti ilə İslam dinini dirçətdi. İslam dininə azadlıq bəxşir edir. Və imamın məqsədi qardaşı Əbu Hənəfiyə yazdığı məktubda imam öz məqsədini deyir orada. Deyir, mən ona görə qiyam eləmədim ki, mən yer üzündə fitnə fəsad törədim. Və mən ona görə qiyam eləmədim ki, mən yer üzündə zülmü yayım və yaxud cəmaat içində mənim nüfuzum artsın. Mən buna görə qiyam eləmədim. Mən yalnız və yalnız cəddim Peyğəmbərin ümmətini islah eləmək, atam Həzrət Əli Aleyhisselamın yolunu getmək, əmr bil məruf və nəhiyyəz münkər üçün qiyam elədi. Deməli, imamın məqsədi bu idi. Əvvəldə oxuduğum ayə də elə bu barədə idi. Allah Teala Ali İmran surəsində
104-cü ayədə buyurur, sizin içərinizdə bir dəstə olsun ki, həmin dəstə insanları yaxşı işə dəvət edib pis işlərdən çəkindirsinlər və həqiqətən onlar nicat tapan şəxslərdir. Bəzi alimlər yazırlar ki, bu İmam Hüseynə aiddir. Əmr bil məruf və nəhy münkəri imamın məqsədi o idi. Əmr bil məruf və nəhy münkər o qədər önəmlidir ki, yəni yaxşılığa dəvət və pislikdən çəkindirmək o qədər önəmlidir ki, imam bu yolda öz hər şeyini qurban verir. İmam bu yolda öz istəkli bağlarını da qurban verir bu yolda. Bu əhl-i beyt əxlaqıdır. Əmr bil məruf və nəhy münkər, yəni təkcə ruhanilərin vəzifəsi deyil. İnsanları təbliğat eləsinlər. Bu, bütün müsəlmanların vəzifəsidir. Firuddinin maddələrinəndir də, vacibdir hər kəsin. Görsən ki, bir qardaşın günah işlə məşğuldur, sən onu şirin dillə, xoş sözlə, xoş əxlaqla onu dəvət eləməlisən, onu işdən çəkindirməlisən. Və and olsun Allaha onun təsiri olur. Şirin sözlə, xoş əxlaqla sən onu çəkindirmək istəsən, və Allah təsiri olur. Yəni, mənim özümə rast gəlib, buna görə and içirəm. Bakıda bir dəfə Baradgah uşaqlarının çay evi var idi, orada oturmuşdur. Yay vaxtı idi, bayırda oturmuşdur. İçəridə içki verirdilər. Günün gündüz vaxtı gördüm bir nəfər 4 dənə içki şüşəsi qoyub qabağında onları içib. Hala dedi, mən üçün 5-cini gətirin. Mən bunu gördüm, mənim ona yazığım gəldi. Mənim ona yazığım gəldi. Yaxınlaşdım ona, dedim, salamun aleyküm, dedi, aleyküm əssalam. Dedim, nə olub sənə? Niyə içirsən? Dedi, sən bilməzsən, mənim dərdim var. Dedim, sənin dərdin var, sən bunu içəndə, sənin dərdlərin həll olur, dərdlərin aradan gedir. Dedi, yox. Dedim, bəs nə xeyir olur sənə? Dedi, biraz az da olsa yadımdan çıxır da o dərdləri. Dedim, sən nə işlə məşğulsan? Dedim, mən fəhləyəm. Dedim, fəhləsən. Allahın Rəsulü Xatəmül Ənbiya Həzrəti Muhammedul Mustafa sallallahu aleyhi ve sellem o boyda Allahın Peyğəmbəri fəhlərin əllərindən öpərdi. Fəhlərin əllərindən öpərdi. Niyə? Çünki o zəhmətkeşərdi. Zəhmətkeşərdi. Dedim, gör Allahın Rəsulü sənə nə qiymət verib, sənə nə qədər dəyər verib. Sənin kimlərin əlindən öpüb. Amma sən bunun qarşılığında nə edirsən? Allahın haram buyurduğu içkini içirsən. Allah bunu Quran-ı Kərimdə, hədislərdə haram buyurur. Bunun insana heç bir xeyri yoxdur. Hədislərdə var ki, şərab bütün günahların açarıdır. Bütün günahlar deyil, bir otağa cəm olsa, o otağın açarı şərabdır. Yəni, şərab içəndən sonra insan məst olur, ağlı başından gedir və bütün günahlara mürtəkib ola bilər. Çox eşidirik də xəbərlərdən. Filan kəs içki içdi, nə bilim, nə günahlardan çıxdı. Zina elədi, nə bilim, nə elədi, öz məhrəmləri ilə. Bu günahlar hamısı bu içkidən baş verir. Mən bu sözləri buna deyəndə gördüm ki, bunun qəlbində bir uyanış yarandı. Gördüm ki, mənim sözlərim buna təsir elədi. Həqiqətən buna təsir elədi. Bəlkə də indiyə qədər heç kim ona bu təbliğatı yaparmamışdı. Və o sanki oyandı, qəlbən oyandı. Dedi, sən kimsən? Dedim, bəs biz Masallıda bir tağa olan nələsiyik. O qalxdı ayağa, dedi ki, ay cəmaat, şahid olun. Oradan Baradgah uşaqlar da vardı. Dedi, ay cəmaat, şahid olun. Bax, bu Seyyidin cəddini and olsun, şüşələri atdı o tərəfə, mən daha bundan sonra tövbə edirəm. Və bundan sonra daha mən içki içməyəcəm. Orada bəzi uşaqlar vardı, dedilər, bəlkə o içki içib, içki halında elə deyib, sonra bəlkə yenə içib. Amma həmin Baradgah uşaqları mənə dedilər ki, o həmişə ondan sonra bura gələndə daha içmədi. Həmin günü dedi, o sirq qəlbinə tövbə elədi. Salavat zikr edək Muhammed.
Yəni o xoş rəftarla, şirin dillə insana başa salanda o mütləq qəbul eləməlidir. O qəbul eləməyən o adam ola bilər ki, onun qanında problem var. Onun qanında problem varsa onu düzəltmək mümkündür. Allah Muaviyyəyə lənət eləsin. Muaviyyə o günləri Hacı Bahaddin Allah salamat eləsin işarə elədi buna. Muaviyyə Şamda xəlifə olanda Əhl-i Beytə qarşı əks təbliğatlar aparırdı. İnsanların qəlbində Əhl-i Beytə nifrət yaradırdı. Məsələn, əmr vermişdi ki, Şam şəhərində nə qədər 4 yaşdan 6 yaşa qədər uşaqlar var, aparın hərəsinə bir dənə balaca quzu hədiyyə verir. Muaviyyənin adamları gəlib uşaqlara quzunu hədiyyə verirdilər. Uşaqlar o hədiyyəni gəlib quzu idilər, bununla oynayardılar, sevinirdilər. O qədər o quzulara öyrəşmişdilər ki, yemək yiyəndə də o quzular onların yanında olurdu, yatanda da o quzular onların yanında olurdu. Onlardan uzaq qala bilmirdilər, onlardan ayrı qala bilmirdilər. Bu qədər o quzulara öyrəşmişdilər. Bir müddət keçəndən sonra Muaviyyə yenə öz adamlarına deyirdi ki, gedin indi o quzuları alın o uşaqlardan. Və alanda deyin ki, Əli bizi göndərin, dedim onu alaq sizdən. Və o Muaviyyənin adamları gələrdilər uşaqlardan quzuları alanda, o uşaqlar şivən eləyərdilər, göz yaş dökərdilər ki, onlardan ayrılmaq istəməzdilər. Amma onlar deyərdilər ki, bizi Əli göndərib. Əli göndərib dedi ki, bunları sizdən alaq. Bax, bu cür təbliğat yaradırdı. O uşaqlar böyüyəndə də onların yadında qalırdı ki, biz uşaq olanda Muaviyyə baba yaxşı baba idi. Bizim üçün hədiyyələr göndərirdi, bizim üçün quzu hədiyyə göndərirdi. Amma Əli pis adam idi, o quzuları bizim əlimizdən alırdı. Bu cür təbliğat aparırdı. O təbliğatların nəticəsində Şamdan bir kişi gəldi İmam Həsən Əleyhisselamın yanına, İmam Həsən Əl-Müstəbanın yanına. Belə imamı görən kimi başladı imamı təhqir eləmək. İmama nalayıq sözlər demək. Ağzına gələni imama dedi. İmamın yanındakı sahabələr, imamın dostları istədilər ona hücum eləsinlər. İmam dedi, yox, işiniz olmasın. İmam ona dedi ki, qardaş, sən deyəsən burada qəlibsən. Əgər açsansa, sənə yemək verək. Əgər paltarın yoxdursa, sənə paltar verək. Əgər qalmağa yerin yoxdur, nə qədər bizə qonaq ol, sənə necə lazımdır ehtiram göstərək. Həmin kişi imamın bu rəftarından öz sözlərinə görə peşman oldu. Yapışdı imamın ayaqlarına, dedi, Allah, məni bağışla. Səni mənə belə tanıtdırmayırlar. Mən indi bildim ki, həqiqətən siz bu imamətə layiqsiniz. Həqiqətən siz Peyğəmbər olursunuz. Yəni, bu Əhl-i Beyt əxlaqıdır. Kim onlara pislik edibsə, onlar onlara yaxşılıq edirlər. Həzrəti Əli bu cür idi. Kim ona pislik edirdisə, Həzrəti Əli Aleyhisselam ona yaxşılıq edərdi. 2 dəfə, 3 dəfə Həzrəti Əliyə deyərdilər ki, bəs o adam sənə pislik edir, sən ona yaxşılıq edirsən. Həzrəti Əli Aleyhisselam dedi ki, o öz pisliyindən əl çəkmirsə, mən öz yaxşılığımdan niyə əl çəkim? Və yaxşılıq eləməyə davam edirdi. O insana yaxşılıq eləyəndə, pisliyin müqabilində ona yaxşılıq eləyəndə, o insan özü utanır. Özü utanır. Bu cür yerə təsvir edəsən. Xoş əxlaqla, xoş rəftarla insanları dəvət edəsən din-i İslam'a. Bir dəfə İmam Muhammed Baqir Aleyhisselam küçə ilə gedirdi, öz dostları ilə. Gördü ki, bir nəfər yıxılıb. Bir nəfər yıxılıb, fəryad edir ki, mənə kömək edin, mənə kömək edin. İmam öz sahabələrinə dedi ki, gelin, bu yıxılıb, onu qaldırın, buna kömək edin. İmamın sahabələri getdilər həmin adamın yanına, amma kömək eləmədilər, qayıtdılar. İmam dedi ki, mən sizə dedim, axı kömək edin. O fəryad edir, yıxılıb, deyir ki, mənə kömək edin. Niyə ona kömək eləmədiniz? Onlar dedilər ki, yarına Rəsulullah, o xristiyandır. İmam dedi ki, mən sizdən soruşmadım ki, o xristiyandır, ya müsəlmandır, ya kafirdir. Mən sizə dedim, gedin ona kömək edin. İnsandır ya yox. Bəli, gedin ona kömək edin. Gedin onu qaldırın, imdad istəyir, fəryad edir, yıxılıb baxır. İmamın dostları getdilər, həmin adamı qaldırdılar. O da imamın bu sözlərini eşidəndə dedi ki, əgər İslam dini insanlığa, insana bu cür qiymət verirsə,
mən həmin İslam dinini qəbul edirəm. Və kəlmə-i şəhadət deyib İslam dinini qəbul elədi. Salavat çəkir. Yəni, Əhl-i Beyt əleyhimussalam öz xoş rəftarı ilə, öz əxlaqı ilə insanları bu cür dinə dəvət edirlər. Və bunun müsbət təsiri olmamışdır. Bu gecə əlbəttə ki, Əbəlfəz ağanın gecəsidir. Yəni, ona məxsus olan bir gecədir. Bu gecə o ağaya təvəssül edəcəyik inşallah. Kərbəlayı İmran Allah salamat versin işarə elədi. Biz də Əbəlfəz ağaya bir təvəssül əhvalatı var, onu nəql edərik. Və Əbəlfəz ağanın o zikri müsibətindən bir iki kəlmə ərz edərək, sonra Hacı Bahattin sizə roza deyər inşallah. Əbəlfəz ağanın bir ləqəbi Babəl Həvaicdir. Yəni, hacətlər qapısı. Hacətlər qapısı. Babəl Həvaic ləqəbi bir neçə nəfərdə var. Biri Əbəlfəz ağadır, biri Əli Əsqərdir, biri də İmam Musa Kazım əleyhissalamdır. Bu ləqəblər onlarda da var. Amma Əbəlfəz ağada Babəl Həvaic ləqəbi xüsusi məşhurdur. Yəni, bu Allah tərəfindən ona verildi. Bu insanlar tərəfindən verilmir. Allah ona ləqəbi verir. Hacətlər qapısı. Bir seyyidə qadın var idi. Onun oğlunun cavan oğlu vardı bir dənə, 20 yaşında, oğlu da xəstə idi. Xəstə idi, dünyanın bütün xəstəxanalarını gəzmişdilər. Ona demişdilər ki, sənin oğlun öləcək, çarəsi yoxdur. Bu seyyidə qadın elə eşitmişdi Əbəlfəzin adını. Və qərara aldı ki, daha hər yerdən əlim üzülür, gedim Əbəlfəzin qapısına. Gəldi Əbəlfəz